Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir. Doğru əməllə ürəyinizdə ata günəş olsun, əziz dostlar, əziz izləyicilər. Mən uzun fasilədən sonra, uzun müddətdir bizim Türk dünyası ilə bağlı müxtəlif kəşfiyyat, casusluq fəaliyyəti ilə bağlı, ölkəmizin və Türk dünyasının taleyi ilə bağlı müxtəlif mövzularda pozuculuq və təxribat xarakterli informasiyaların qarşısının alınması istiqamətində müəyyən kəşfiyyat məlumatları və müəyyən kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olurdum. Və sözsüz ki, biz bu istiqamətdə çox uğurlu işlər gördük və bizim Daxili İşlər Nazirliyimizin mətbuat xidməti ilə Nurlan bəy ilə təmas qurduq və bu təmas əsasında Daxili İşlər Nazirliyində də casusluq və kəşfiyyat fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarında yaranan FBI-ın və Türkiyədə yaranan JTM-in yaradılması təklif edildi və bugünkü mövzu ilə bağlı mən 30 aprel 2025-ci ildə Real televiziyasında Sumqayıt şəhərində 1-ci Qarabağ müharibəsində 1993-cü il oktyabrın 30-da Rusiya Federasiyası 366-cı alay tərəfindən Ermənistan Respublikasının Dağlıq Qarabağdakı cuntası tərəfindən işğal olunmuş Zəngilan şəhərindən məcburi köçkün həyatına məhkum edilmiş şəxslər Sumqayıt şəhərinə xüsusi mülkiyyətini almışdır və onlar orada Dövlət Qaçqınlar Komitəsi tərəfindən mənzillə təmin edilmişdir. Və bu istiqamətdə Real televiziyası ciddi şəkildə bir araşdırma apararaq həmin mənzillə bağlı müəyyən şikayətçi tərəfin, yəni yeni mənzillə təmin olunması ehtimalı olan vətəndaşlarımızdan bir qarşıdurma və təxribat xarakterli bir informasiya yaydı. Real televiziyasında yayınlanan Mirşahin vaxtı verilişində də bu mövzuda Mirşahin Ağayev çox kəskin şəkildə qeyd elədi ki, nəyə görə Azərbaycan Respublikası Prezidentinin 2-ci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq 1993-cü il oktyabrın 30-da Rusiya Federasiyasının 366-cı alay tərəfindən işğal olunmuş Zəngilan şəhərini 2020-ci ilin oktyabrın 20-sində dəmir yumruq əməliyyatı ilə Böyük Vətən müharibəsi əsasında aparılan 44 günlük müharibədə işğaldan azad olunandan sonra Zəngilan şəhərinin Ağalı kəndinin bərpa olunandan sonra məhz Ağıllı kənd layihəsi çərçivəsində Zəngilan şəhərinin sakinlərinin böyük qayıdış planı ilə öz dəbaba yurtlarına qayıdışına niyə iştirak eləmirlər? Bu barədə Mirşahin Ağayevə ilk etiraz eləyən bizim Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşımız və onun həmkarı uzun illər Azərbaycan Dövlət Televiziyasında və ANS televiziyasında xəbərlər proqramının aparıcısı və siyasi debatların təşkil olunmasında ANS televiziyasında açıq söhbət proqramının aparıcısı və uzun illər ANS televiziyasının Amerika Birləşmiş Ştatlarındakı bürosunda çalışmış, Amerikanın Səsi radiosunda və BBC kanalında çalışmış Sevinc Osman qızı 1-ci Qarabağ müharibəsində Qarakənddə vertolyot terrorunda nəticəsində atasını itirmiş və Prezident Administrasiyasının mətbuat xidmətində çalışmış Osman Mirzəyevin qızının cəsarətli bir çıxışını mən izlədim və qürur duydum. Ona görə ki, Real televiziyasının direktoru Mirşahin Ağayevin hansı səbəbdən, hansı əsasla Zəngilan şəhərinin, hətta bizə gələn məlumata görə Zəngilan şəhərinin bir neçə Çöpədərə və Mincivan qəsəbəsindəki rayonlar
artıq Sovet İttifaqının toponimlərinə uyğun qəbul olunduğuna görə və bilirsiniz ki, ABŞ-da imzalanan, Vaşinqtonda imzalanan bəyannamə əsasında Şərqi Zəngəzur və Qərbi Zəngəzurla birləşdirən böyük bir bilirsiniz ki, dəhliz açıldı və bu dəhlizə Amerika Birləşmiş Ştatlarının şirkətləri, hətta neft şirkətləri, ExxonMobil şirkəti bu işə cəlb olundu. Yəni bu şirkət vasitəsilə iki ölkənin təbii ehtiyatların olan, yəni Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars və Bakı-Tiflis-Ərzurum neft, qaz və dəmir yol kəmərləri vasitəsilə nəql edilən Azərbaycan neftinin Amerika Birləşmiş Ştatları vasitəsilə Zəngəzur dəhlizi vasitəsilə Ermənistana neft idxalının gerçəkləşməsi planlaşdırılır və bu prinsip əsasən. Digər tərəfdən Zəngilan şəhərində bir neçə bilirsiniz ki, türk iş adamları, böyük investorlar Zəngilan şəhərinə investisiyalar qoydular. Bundan əlavə Avropa Yenidən Qurban İnkişaf Bankı Smart Kənd layihəsində Zəngilan şəhərinin bərpası istiqamətində və Zəngilan şəhərinə qayıdacaq insanların ora bərpası istiqamətində investisiyalar qoyur. Və Zəngilan şəhərinin Çöpədərə və Mincivan qəsəbəsi Zəngilan şəhərində artıq rəsmi olaraq ləğv olundu. Çünki bunun qarşılığında Zəngilan şəhərində Ağalı kənd bilirsiniz ki, yaradıldı və Ağalı kənd üzərində Zəngilan şəhərinin yeni infrastrukturu yarandı. Yəni Zəngilan şəhərinin Sovet İttifaqından qalan kəndlərin ləğv olunmasına nail olundu. Çünki Zəngilan şəhəri bilirsiniz ki, Sovet İttifaqı dövründə yaranan bir şəhərdir, amma halbuki bunun tarixi baxımdan Zəngəzur mahalı hesab olunur və cənab prezident bilirsiniz ki, Əl-Ərəbiyyə kanalında bunu xüsusi qeyd elədi ki, Zəngəzur adlandırılan Zəngilan şəhərinin şərq tərəfi tamamilə Qərbi Azərbaycandan qoparıldı və Qərbi Azərbaycandan olan dəhliz demək olar ki, bölündü. Yəni bir sərhəd kimi bölündü. Yəni Türkmənçay müqaviləsi ilə, Gülüstan müqaviləsi ilə köçürülən ermənilər məhz Qərbi Zəngəzur bölgəsi daxil olmaqla İrəvan xanlığı ərazisində Ermənistan Respublikasını və sonradan Ermənistan Sovet Sosial Respublikasını yaratdılar. Və xüsusi qeyd eləmək lazımdır ki, bu səbəbdən Zəngilan şəhərinin qaçqınları və məcburi köçkünləri oraya Sumqayıt şəhərində köç salıblarsa, onlar öz Zəngilan şəhərinə qayıda bilmirlər. Və bunu da mən şəxsən öz qohum-əqrabalarından və öz yaxınlarından eşitmişəm ki, Zəngilan şəhərində artıq Çöpədərə və Mincivan rayonları tamamilə Ağalı kəndinin tərkibinə daxil edildi. Yəni orada artıq bir konkret olaraq Sovetdən qalan strukturlar ləğv olundu. Çünki Zəngilan şəhəri artıq Avropa tipli, dünyada nadir tapılan meşə ehtiyatı olan Bəsisçay dövlət qoruğu və demək olar ki, digər tarixi kilsələr, Zəngilanda olan kilsə, Alban kilsəsi və Zəngilanda yeni tikilən məscid əsasında Zəngilanda ümumiyyətlə keçmiş adlar, yəni Sovet İttifaqından qalan toponimlər ləğv olundu. Yəni bu səbəbdən Zəngilanda Sovetdən qalan strukturlar, binalar demək olar ki, ruslar tərəfindən, ermənilər tərəfindən dağıdılıb və orada heç bir bərpa olunan bir vəziyyətdə deyil. Yəni bunu mənə qohum-əqrabalardan, tanışlarından eşitdim. Yəni real mənzərə budur və buna görə dövləti heç bir mənada ittiham eləmək olmaz. Çünki Zəngilan şəhərinin işğal olunmasında ən əsas faktor təbii ki, Azərbaycan dövlətinə qarşı edilən 4 iyun hərbi qiyamın gerçəkləşməsi olmuşdur. O ki, qaldı hüquqi baxımdan Səidə Bəkir qızı qeyd elədi ki, nəyə görə Zəngilan şəhərinin bir məcburi köçkünü, ümumiyyətlə bütün məcburi köçkünlərə şamil edərək deyirdi ki, nəyə görə öz mənzillərini, kirayələrini artırmaq üçün nəyə pullar yığır. Ümumiyyətlə, bilirsiniz, Səidə xanım özü ola bilsin Qərbi Azərbaycan
kökənli və öz tarixi İrəvan xanlığından deportasiya olunmuş və məcburi köçkün olaraq Bakıya köçmüş bir adamın bu sözü deməsi bəlkə də özünə yaraşmayan, ümumiyyətlə prinsiplərə yaraşmayan bir şeydir, əxlaqa yaraşmayan bir şeydir. Və biz də ailəlicəsində Zəngilan şəhərindən ruslar və ermənilər tərəfindən didərgin düşmüş sakinlərik və biz Zəngilan şəhərinə bir şərtlə qayıda bilərik ki, Zəngilan şəhərində bütövlükdə minalar təmizlənsin və tamamilə təmizlənsin. Bu uzun müddətli bir prosesdir. Bunu ölkə prezidenti dəfələrlə qeyd edib və ona görə də 1 milyon qaçqın və məcburi köçkünlərin total şəkildə Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl ərazilərindən qayıtmaq mümkün deyil. Yəni bunu dövlət təbii ki, dövlətin aidiyyəti qurumları da bunu çox gözəl başa düşür. Bunun ən böyük səbəbkarı da təbii ki, Rusiya Federasiyası və Ermənistan Respublikasını vaxtilə zəbt eləmiş qondarma rejim olan qüvvələr, yəni bir neçəsi hal-hazırda hərbi məhkəmədə istintaq əsasında istintaqa cəlb olunan və terrorçu kimi tanınan qondarma Dağlıq Qarabağ Respublikasının qurucularıdırlar. Ona görə də mən birmənalı şəkildə hesab edirəm ki, bunun səbəbkarı dövlətimiz deyil. Bunun səbəbkarı, bir daha demək istəyirəm ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini işğal edən Rusiyanın federasiyasını quranlar və Rusiya xalqını, Rus dövlətini quranlardılar. Yəni bunu səmimiyyətlə Mirşahin Ağayev və başda olmaqla bütün jurnalistlər bunu açıq deməlidirlər. Və Zəngilandan didərgin, daha doğrusu məcburi köçkün olan insanlar bilməlidirlər ki, Zəngilanın şəhərinin yeni bir formada qəsəbələrin salınması və deyilir ki, Zəngilanda Sovetdən qalan bizim məzarlarımız və bizim əcdadlarımızın abidələri də ruslar və ermənilər tərəfindən darmadağın edilib. Ümumiyyətlə bir salamat bir məzarlıq belə qoymayıblar. Ağaclıq belə qoymurlar. Bunu ölkə prezidenti Zəngilana işğaldan azad olunandan sonra, dəfələrlə səfərindən sonra bunu qeyd edib. Ona görə də mən hesab edirəm ki, Zəngilan şəhərinin Mincivan qəsəbəsi və Çöpədərə qəsəbəsi oktyabrın 20-sində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqa müraciətində deyilərkən, şəxsən mən göz yaşlarımı saxlamamışam və sevinç gözdaşları ilə şəhərə gəzərkən sevincimdən özümü saxlaya bilmədim. Və bu səbəbdən mən xüsusi qeyd eləmək istəyirəm ki, Zəngilan şəhərinin keçmiş məcburi köçkünlər və qaçqınların total şəkildə ora qayıtması üçün mütləq Rusiya Federasiyası bizə mina xəritələrini verməli idi. Və çox təəssüf ki, Rusiya 2020-ci il 10 noyabr sazişi əsasında Qərbi Zəngəzur ərazisinə öz FSB qoşunlarını yerləşdirməklə bərabər işğal etdiyi 91-ci ilin dekabrın 25-də işğal etdiyi Xankəndi şəhərini, 91-ci ilin noyabrında işğal etdi, 92-ci ilin oktyabr ayında işğal elədiyi Əsgəran qalasını, 1992-ci ilin fevralın 25-dən 26-dan keçən gecə törətdiyi Xocalı soyqırımına görə və 1993-cü ilin iyul ayının 30-da işğal etdiyi Ağdərə şəhərinin ərazisində qoyduğu minaları Rusiya sülhməramlı adlandıran Rus hərbi kontingenti minaları qəsdən qoyaraq orada ermənilərin yəni 1828-ci il Türkmənçay müqaviləsi ilə, 1813-cü il Gürcistan müqaviləsi ilə köçürdüyü sakinləri, erməniləri əsasında 1991-ci il, 93-cü illərdə məhz Ermənistanda hakimiyyətə gətirdiyi qondarma Qarabağ cuntası əli ilə torpaqlarımızı işğal ediblər. Və buna görə də mən açıq şəkildə demək istəyirəm ki, nə qədər ki biz Rusiya dövlətini Dağlıq Qarabağda törətdiyi hərbi cinayətlərinə görə
hərbi qənimətlər parkında nümayiş edilən hərbi silahlar Rusiyanın istehsalıdırlar. Smeş raketləri, İskəndər M raketləri, El raketlərinə görə Rusiya Azərbaycan dövlətinə 30 il kompensasiya ödəməyib. Mən bir daha demək istəyirəm. Bəzi qüvvələr, bəzi Rusiyaya xidmət edən qüvvələr bu müharibəni Azərbaycan-Ermənistan müharibəsi adlandırırlar. Bu Azərbaycan-Ermənistan müharibəsi deyildi. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan müharibə idi. Əziz dostlar, 1918-ci il 29 mayında İrəvan quberniyasında Ermənistan Respublikasını qurdurdular. Baxın, İrəvan quberniyası, İrəvan xanlığı 1827-ci ildə işğal olundu. İşğal nəticəsində İrəvan bölgəsi tamamilə Azərbaycan nəzarətindən çıxarıldı. Siz nə demək istəyirsiniz? Orada yaşayan Azərbaycanlılar sizcə o əraziyə sahibdilərmi? Orada qubernatorlar təyin olmuşdu. Ora komendant üsul idarəsi təyin olmuşdu. 1828-ci il Türkmənçay müqaviləsindən bir il sonra o ərazilərdə ermənilər 1878-ci ildə Daşnaksutyun partiyasını yaratdılar. İrəvanda. Və bu Daşnaksutyun partiyası İrəvan bölgəsini özünə 1918-ci 29 mayında dövlət qurdurdular və nəticədə bu bölgə Azərbaycandan qoparılıb. İndi Qərbi Azərbaycan icması Rusiya Federasiyasının bu törətdiyi tarixi cinayətləri, vandallığı niyə Azərbaycan xalqından gizlədirlər? 1947-53-cü illərdə Rusiya Sovet Sosialist Respublikası tərəfindən Ermənistan Sovet Sosialist Respublikasına təkidlə tələb etdilər ki, Yosif Stalin tərəfindən əmrlə Ermənistan Sovet Sosialist Respublikasının birinci katibinə tələb etdilər ki, orada nə qədər türklər yaşayırlarsa, Azərbaycan türkləri varsa, hamısını Küraraz ovalığına deportasiya edin. Və bir neçəsi Azərbaycana gəldilər. Şimali Azərbaycanın paytaxtına gəldilər. Gəncəyə və digər yerlərinə gəldilər. 1988-ci ildə Sumqayıt hadisələrindən bir il sonra Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin SSR siyasi bürodan çıxarılandan dərhal bir il sonra Ermənistan Sovet Respublikasına təzyiqlər edildi ki, orada Azərbaycan əhalisi Zəngəzurdan sonra İrəvan, Göyçə mahalından bir nəfər də olsun Azərbaycanlı qalmamalıdır. Monoetnik siyasəti yürüdən dövlət bugünə qədər Rusiya Federasiyasıdır, əziz dostlar. Nə qədər ki, Qərbi Azərbaycan icması Rusiya Federasiyasının sanksiyalarına qoşulmayıb, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə qarşı Beynəlxalq Haqq Məhkəməsində məsələsinə qoşulmayıb, biz heç bir Qərbi Azərbaycana qayıdış planını gerçəkləşdirə bilmərik. Baxın, bircə 8 avqust günü Vaşinqton müqaviləsi ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının köməkçisi Hikmət Hacıyevin göstərişi ilə Qərbi Azərbaycana qayıdış planı ləğv edildi. Və deyilən alınan məlumata görə Qərbi Azərbaycan icması heç bir bu məsələdə nə mətbuatda, nə televiziyalarda bu təbliğata son verdi. Yəni bunu separatçılıq kimi qiymətləndirildi. Xeyr, əziz dostlar, biz Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurasında təmsil edən millət vəkillərimizin böyük bir səsi Qərbi Azərbaycan icmasını yaratdılar. Mən Qərbi Azərbaycan icmasının yaradılmasını bugün də alqışlayıram, bugün də dəstəkləyirəm. Ona görə ki, bu bölgələr Rusiya Sovet Sosialist Respublikası tərəfindən işğal olunub. 1827-ci ildə İrəvan xanlığı işğal olunub. Və mən bir Zəngəzurlu olaraq Qərbi Azərbaycan icmasının ləğv olunmasının məqsəduyğun hesab eləmirəm. Çünki bu Qərbi Azərbaycan icmasının yaranmasında iştirak edən bir neçə millət vəkillərimizlə şəxsən sessiz olaraq görüşmüşəm. Və bu təşəbbüsü mən dəstəkləmişəm. Və bugün də dəstəkləyirəm. Bu plan
Qərbi Azərbaycan icması planını nədənsə Rusiya tərəfindən, Rusiya Federasiyası tərəfindən dayandırılmasını kimi qiymətləndirirəm. Ona görə ki, Qərbi Azərbaycan icması Türk Dövlətlər Təşkilatı tərəfindən, Avropa İttifaqı tərəfindən tanındı və beynəlxalq status olaraq tanındı. Ermənistan Respublikası Baş Naziri tərəfindən tanındı. Nəyə görə Azərbaycanda Rusiyanın planı əsasında Qərbi Azərbaycan icması ləğv olundu? Bu acı bir həqiqətdir və acı bir reallıqdır. Və mən bir şey də deyim ki, vaxtilə Azərbaycan Respublikasının ikinci prezidenti Əfəz Elçi bəy də Türkmənçay müqaviləsinə görə ikiyə bölünmüş Azərbaycan məsələsini beynəlxalq təşkilatların qarşısında qaldırmışdı və hakimiyyətdən gedəndən sonra 1997-ci ildə Kələki şəhərində, Kələki kəndində, Naxçıvanda Bütöv Azərbaycan Birliyini yaratdı. Bütöv Azərbaycan Birliyi Əfəz Elçi bəy vəfat eləyəndən sonra iki yerə bölündü. Dünya Azərbaycanlar Konqresinə Sabir Hüsamxanlı Bütöv Azərbaycan ocaqlarına Faiq Ələkbərli təyin olundu. Nəticədə Bütöv Azərbaycan yolu ideyası darmadağın edildi. Eyni senaridir və eyni plan əsasında Rusiya Azərbaycanın tarixi torpaqlarına qayıdışını qarşısına aldılar. Və bəzi qüvvələr, bəzi antimilli qüvvələr bunun günahını Amerika Birləşmiş Ştatlarında, Rusiya yönümlü qüvvələr bunu Amerika Birləşmiş Ştatları ilə bağlayırlar. Xeyr, birbaşa Moskvanın, Vladimir Putinin göstərişi idi ki, Qərbi Azərbaycan icması olmamalıdır. Çünki Qərbi Azərbaycan icması vasitəsilə muxtariyyət anlayışı yaranırdı. Yəni Ermənistanda demokratikləşmə paketi yaranırdı. Nəticədə Ermənistanda bir müxalif bir qüvvə yaranırdı və onlar parlamentdə bir təmsilçilik hüququ qazanırdılar. Ermənistan dünyaya özünün demokratik statusunu, demokratik millət olduğunu və çox millətli bir dövlət olduğunu dünyaya nümayiş etdirməlidir. Rusiya planı o idi ki, Rusiya istəmirdi ki, Ermənistanda monoetnik siyasətdən vaz keçilsin. Məhz müxalifətin Qarabağ cuntasının və Qriqoryan kilsəsinin ümumi rəyonunda idi ki, Qərbi Azərbaycan icması ləğv olunmalıdır. Baxın, biz bu cür xəyanətə bərabər bir hadisəni mən hesab edirəm ki, qiymətləndirməliyik və bu hadisəyə düzgün, obyektiv qiymətini bildirməliyik. O ki, qaldı məcburi köçkün məsələsinə. Mən bu məsələyə də aydınlıq gətirim ki, Qarabağın bütün işğaldan azad olunmuş torpaqların hər birində didərgin düşmüş, qaçqın həyatı yaşamış insanlar Minal təhlükəsinə görə, Rusiyanın Qarabağdakı törətdiyi cinayətlərə görə, hərbi cinayətlərinə görə onlar torpaqlarına qayıda bilmirlər. Və bu gerçək həqiqətdir. Heç kim bu həqiqəti gizlədə bilməz. Mən 5 il ərzində şəxsən mən Qarabağın işğaldan azad olan heç bir torpağına gedə bilməmişəm. Bunun bir səbəbi təbii ki, maddi imkanlarımın olmamağı, ikinci səbəbi mina təhlükəsinə görə, məsələn, mən Qarabağda istəyərdim ki, böyük mütəfəkkirlərimizin Qarabağ üçün can qoymuş, fikir yaratmış, çalıb oynayanlar lazım deyil bizə, çalıb oynayanlar yetərincə var. Baxın, Sovet dövründə yaranan Qarabağ Universitetinin müasir Avropa standartlarına cavab verən bir təhsil sisteminə keçməlidir. Qarabağ Universitetində çalıb oynama yerinə çevrilməməlidir. Bəli, Qarabağ deyəndə bizim ağlımıza Muğamın beşiyi yadımıza düşür. Bizə Qarabağ deyəndə Xanşuski, Cabbar Qaryağdıoğlu, bizim böyük xeyriyyətçi şairəmiz Xurşudbalı Nətəvan, Azərbaycan Xalq Cumhuriyyətinin Koroğlu Uverturasının və klassik musiqimizin banisi Üzeyir Həcibəyov yadımıza düşür. Və yaxud da bizim dünya operasında tanıdan İtaliyaya qədər gedib çıxan böyük opera solistimiz Bülbülün
vətəni yadımıza düşür. Və yaxud da bizim Ağdam həsrətini yaşayan böyük xanəndəmiz Səxavət Məmmədovun və yaxud da Arif Babayevin, bu yaxınlarda vəfat eləmiş Arif Babayevin və yaxud da bizim böyük gitarçı Rəmişin vətəni yadımıza düşür. Amma biz Ağdamda Azərbaycan Xalq Cümhuriyyətinin böyük general qubernator olmuş Xosrov bəy Sultanovu kim xatırlayır? Böyük mütəfəkkirimiz Nəcəf bəy Vəzirovu kim xatırlayır? Firidun bəy Köçərlini kim xatırlayır? Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində Ukraynanın və Osmanlı İmperiyasının böyük diplomatik nümayəndəsi olan Yusuf bəy Çəmənzəminini kim xatırladı? 5 il ərzində kim xatırlatdı? Kim xatırladı? Yalnız Milli Fədali Hərəkat xatırlatdı. Hətta Azərbaycanın, hətta bizim təşkilatımızın fikir babası olan, bizim təşkilatımızın tarixi missiyası olan difainin qurulmasında iştirak edən məhz bilirsiniz ki, Səməd bəy Mehmandarovun qardaşı, Azərbaycan Xalq Cümhuriyyətinin Müdafiə Naziri olmuş Səməd Mehmandarovun qardaşı kim xatırlayır? O əslən Şuşalıdır və yaxud da onun deməli əqidə yoldaşı və bizim Türkiyə Cümhuriyyətində hüquq sistemini yaratmış və Karsdan, Osmanlı İmperiyasında və Türkiyə Cümhuriyyətinin parlament tarixində əvəzsiz rol oynamış parlamentin, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin mətbuat xidmətini yaratmış, Anadolu Agentliyini yaratmış, Türkiyə Cümhuriyyətində çox partiyalı bir partiya sisteminə söykənən ana müxalifət partiyasının mətbuatını yaratmış böyük mütəfəkkir Əhməd Ağaoğlunu kim xatırlayır? Kim xatırlatdı? Kim onun yubileyini keçirdi? Kim onun yubileyi ilə bağlı? Hətta bizim ölkə prezidentimiz cənab İlham Əliyev Silahlı Qüvvələrimizin Ali Başkomandanının sərəncamı oldu 150 illik yubileyi ilə əlaqədar. Kim onu xatırlatdı? O məcburi köçkünlər, qaçqınlar və bizim 2-ci Qarabağ müharibəsində iştirak edən xüsusi təyinatlı qüvvələr, şəhid ailələri kim bunları xatırlatdı? Kim bunları xatırlatmaya çalışdı? Heç biri xatırlatmaya çalışmadı. Yalnız bunların fikirləri, düşüncələri ondan ibarətdir ki, ancaq biz bir söz deyək, biz Müzəffər Ali Başkomandanımız torpaqlarımızın işğal olunması, azad olunmasında əvəzsiz rol oynadığını, yəni biz ölkə prezidentimizin, silahlı qüvvələrimizin, ordumuzun Ali Başkomandanı deməyə çəkinirik. Niyə çəkinməliyik axı? Axı özü də bu fikri yanlış hesab edir. O özü də əskər formasında, əskərlərin müşayiəti ilə Xankəndi şəhərində böyük bir hərbi parata başçılıq eləyəndə də sübut elədi ki, mən əskərlərimizin Ali Başkomandanıyam, həm də biz ordumuzun Ali Başkomandanıyam. Axı bu nə yanaşmadır ki, 5 il ərzində insanların zehninə yeridiblər ki, Müzəffər Ali Başkomandan, Müzəffər dövlətimiz, Müzəffər ordumuzun Ali Başkomandanıdır. Axı prezidenti konstitusiyaya görə Azərbaycan Respublikasının vətəndaşları seçir. Axı İlham Əliyev də Azərbaycan Respublikasının vətəndaşıdır. Axı nəyə görə silahlı qüvvələrin Ali Başkomandanının sözünü deməyə çəkinirsiniz? Və bir çox məcburi köçkünlərimizin, qaçqınlarımız sağ olsun dövlətimiz, sağ olsun bizim dövlətimizin ali hakimiyyət orqanının ali rəhbərini və sağ olsun bizim xalq tərəfindən seçilən prezidentimizə bunu niyə deməyə çəkinirlər? Niyə deməyə qorxurlar? Axı bilmirlərmi ki, prezidenti xalq seçir? Prezidenti xalq tərəfindən, xalqın iradəsi ilə 5 dəfə seçilib. Xalqın iradəsi ilə xalqa rəhbərlik edir. Niyə görə bu fikirlərə toxunaraq, fikirlərə söykənərək mətbuat vasitəsindən dünya mətbuatını açıqlamaqdan çəkinir? Amma gedirlər evlərinə, çayxanalarda prezidentə qarşı, prezidentin demokratik yolla seçilməsi ilə bağlı fikri deməyə çəkinirlər, deməyə qorxurlar. Siz bu qədər cəsarətlisinizsə, bu qədər kişiliyiniz, ləyaqətiniz çatırsa, əgər onu
efir vasitəsilə müdafiə etməyə bacarırsınızsa, niyə çayxanalarda bu cür deyə bilmirsiniz? Niyə çayxanada deməyə qorxursunuz? Kişiliyiniz, ləyaqətiniz yoxdurmu? Əqidəniz yoxdurmu? Amma biz hər zaman, hətta hərbi səfərbərlik idarəsində də deyirik ki, İlham Əliyevi seçən bizik. Biz dövlətin sahibləri seçmişik. Bunu deməyə insanın əqidəsi, insanın vətənpərvərlik hissləri kömək eləyər. Ona görə də mən hesab edirəm ki, bizim bütün fəaliyyətimiz şəffaf olduğuna görə Milli Fədaliyyət Hərəkatının bütün hərbi məsələlərdə, dünyada baş verən müharibələrlə bağlı gördüyünüz kimi biz dünya kəşfiyyat orqanları ilə, dünyanın ən demokratik ölkələrin kəşfiyyat orqanları ilə birbaşa təmaslar quraraq, öz kəşfiyyat və cəsus şəbəkələrimizi gücləndirərək biz onu sübut eləməyə çalışdıq ki, əziz dostlar, ikiyüzlülük, riyakarlıq olmaz. Bəli, biz ilk dəfə olaraq Rusiya Federasiyasının Şanxay şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatında dövlət protokoluna zidd olaraq sayğısızlıq bahasına başa gələn Azərbaycan Respublikasının prezidentinə əl verməsinə baxmayaraq, onunla görüş randevusunu etməməsi, dövlət protokoluna, dövlət gələnəklərinə hörmətsizlikdir və bir ölkənin konstitusiyasına görə əgər dövlət başçısı müəyyən səbəblərdən fövqəladə vəziyyət halları istisna olmaqla, müharibə vəziyyəti istisna olmaqla, əgər prezident öz səlahiyyətlərini hansısa hərbi çevriliş yolu ilə, hansısa səhhətinə yaranan problemlərə görə vəzifəsini vitse-prezidentə təhvil verdiyi anda prezident dövlət protokoluna uyğun olaraq vitse-prezidentlə görüşə bilər. Və yaxud da vitse-prezidentin səhhəti pisləşərsə, baş nazirlə görüşə bilər. Baxın, dövlət protokolunu bilməyən bir çox medialar bu xəbəri yaymadılar. Və hətta xaricdə yaşayan blogerlər bu informasiyanı yaydılar. Və o insanlarla bağlı bilirsiniz ki, Baş Prokurorluq 16 illik həbs qəti imkan tədbiri seçib. Və sual olunur ki, Baş Prokurorluq Interpolun və yaxud da Daxili İşlər Nazirliyinin və yaxud da konkret desək, Dövlət Təhlükəsizlik Xidmətinin razılığı ilə mı qərar verir bunu? Mütləq bu razılıq alınmalıdır. Və görünən odur ki, Baş Prokurorluq mütləq Dövlət Təhlükəsizlik Xidmətindən alınan xaricdə yaşayan blogerlərin dövlət əleyhinə fəaliyyəti sübuta yetirildikdən sonra, yəni Dövlət Təhlükəsizlik Xidmətinin razılığı ilə, göstərişi ilə olmalıdır. Və Dövlət Təhlükəsizlik Xidməti bilirsiniz ki, məqsədi Azərbaycan Respublikasının müstəqilliyini qorumaq, ərazi bütövlüyünə qəsd edən dövlətlərə xarici kəşfiyyata qarşı mübarizə aparmaq və xarici kəşfiyyata qarşı mübarizə üçün cəsus şəbəkələrini yaratmaq, Azərbaycan Respublikasına xidmət edən cəsus şəbəkələrini yaratmaqdır. Və Dövlət Təhlükəsizlik Xidmətinin həm də məxfi, həm də təbii ki, Azərbaycan Respublikasının konstitusiyası qarşısında müəyyən öhdəlikləri də yerinə yetirən bir orqandır. Və sual olunur ki, Dövlət Təhlükəsizlik Xidmətinin razılığı olmadan öz başına olaraq Azala məxsus təyyarənin vurulmasında iştirak edən Rusiya Federasiyasının prezidentinin Azərbaycan Respublikasının prezidenti ilə görüşündə əlin sıxmasını bir barışıq kimi qiymətləndirmək və üstəlik də bilirsiniz ki, İran İslam Respublikasının prezidenti Məsud Pezeşyan Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatında zirvə görüşündə xatirə şəkli çəkərkən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə sual ünvanladı ki, siz Rusiya ilə barışmışsınızmı? O qeyd elədi ki, barışmışıq. Ancaq burada bir məsələ var ki, Azərbaycan Respublikasının prezidenti deyil, Rusiya Federasiyasının prezidenti Azərbaycan Respublikasının prezidenti ilə barışıq əlini uzadıb. Ancaq bir şey də bilin ki, Azərbaycan Respublikasının prezidenti şəxsən özü Rusiya Federasiyasının prezidentinə əlini sıxmayıb. Birinci əli verən Rusiyanın prezidenti oldu. Və bunun bir çox səbəbləri var və bir çox səbəbləri də gələcək zamanlarda açıqlayacağam.
Bir daha demək istəyirəm ki, Rusiya ilə Azərbaycan arasında heç bir dostluq münasibətləri tarix boyu olmayıb. Və nə qədər ki, Azərbaycanda Rusiyaya məxsus cəsus şəbəkələri, kəşfiyyat bölümləri var, onlar heç bir zaman Azərbaycanın xeyrinə addımlar atmayacaq. Baxın, dünya mətbuatında Azərbaycana məxsus Xankəndi, Zəngəzur, Şuşa və Qarabağ tankerlərlə bağlı, sanksiyalarla bağlı informasiyanı biz Türkiyəyə, qardaş Türkiyə Cumhuriyyətinin Milli İstihbarat Təşkilatından aldıq. Çünki bilirsiniz ki, İzmir şəhər hava limanındakı bilirsiniz ki, baş verən deməli Star neft emalı zavodunda baş verib. Amma görün, dövlət mətbuatında, özəl mətbuatda bu barədə bir açıqlama da vermədilər. Və bu hadisənin Rusiyanın təxribatı olduğunu, Rusiyanın cəsus şəbəkəsinin təxribatı olduğunu, Rusiyanın kəşfiyyat orqanlarının Azərbaycanın dövlət orqanlarına sızdırdığı cəsus şəbəkələrinin əli olduğunu demədilər. Görəsən, niyə demədilər? Görəsən, niyə açıqlamadılar? Amma qaçqınlar haqqında, məcburi köçkünlər haqqında ağızlarına gələni deyə bilirlər. Xüsusilə özəl mətbuat, özəl televiziya sayılan Real televiziyasının efirində, xüsusilə Real televiziyası bilirsiniz ki, ANS televiziyasının dəqiq, qərəzsiz, vicdanlı düsturuna əsaslanan bir hərbi vətənpərvərlik ruhunda yaranan ANS televiziyasının komandasının təşəbbüsü ilə yaranan və başda Mirşahin Ağayev olmaqla bir çox jurnalistlərin təşəbbüsü ilə yaranan televiziyadır. Real televiziyası bizim üçün ANS televiziyasının varisidir. Bir çox məqamlarda varisidir. Amma çox təəssüf ki, Real televiziyasında hələ də Rusiyanın mətbuat siyasətinə təsir edəcək qüvvədə deyil, qüdrətdə deyil. Çünki Rus dilini bilən elita Rus mədəniyyətinin və Rus dövlətinin təsiri altından çıxa bilmirlər. Mən hesab edirəm ki, yaxın zamanlarda Real televiziyasında bu cür xoşagəlməz bir ictimai rəy yaradan məsələlərə müəyyən dərəcədə Media İnkişaf Agentliyi başda olmaqla Azərbaycan Audiovizual Şurada ciddi şəkildə xəbərdarlıq etməlidir. Baxmayaraq ki, ictimai televiziyaya da dəfələrlə Audiovizual Şura ciddi xəbərdarlıqlar edib, amma hesab edirəm ki, Real televiziyasına da ciddi xəbərdarlıqlar edilməlidir. Azərbaycan Respublikasının dövlətinə məxsus olan həssas qruplarının, şəhid ailələrinin, qazilərinin və ümumiyyətlə Azərbaycan Respublikasının konstitusiyon quruculuğunda fəal iştirak eləmiş, Azərbaycan Respublikasının dövlət müstəqilliyinə xidmət etmiş siyasi partiyalara, Xalq Cəbhəsi partiyasına, Müsavat partiyasına artıq əskik sözlər demək, təhqiramiz ifadələr səsləndirmək yol verilməzdir. Baxın, 44 günlük müharibədən sonra, xüsusilə Rusiyanın hərbi kontingentinin Azərbaycanı tərk edəndən sonra Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cəbhəsi Müsavat cütlüyü ilə bağlı tənqidlərinə son qoydu. Çünki Cənab Prezident İlham Əliyev gördü ki, ölkə prezidentinin Dağlıq Qarabağdakı qazanılan hərbi qələbələrinə kölgə salmayan iki siyasi partiya bu prosesdə Azərbaycan dövlətinin Rusiyanın Azərbaycana məxsus təyyarənin vurulmasına etiraz elədi. Hətta burada ölkə başçısının həyatını qorumaq baxasına xalq tərəfindən seçilən ölkə prezidentini müdafiə etməyə qalxdı. Dövlətini müdafiə etməyə qalxdı. Rusiyanı deyil, Azərbaycanı müdafiəyə qalxdı. Ölkə prezidenti bunu yüksək qiymətləndirərək hətta Müsavat partiyasının kollektivini Dağlıq Qarabağa səfərinə yaşıl işıq yandırdı. Xalq Cəbhəsi partiyasının siyasi prosesdə ona qarşı edilən həbs hökmlərini xitam verdi və ümumiyyətlə Xalq Cəbhəsinə qarşı edilən cinayət işlərinin dayandırılmasına nail oldu. Görünən odur ki, Cənab Prezident İlham Əliyev yaxşı bilir ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və ərazi bütövlüyünün uğrunda Xalq Cəbhəsi minlərlə şəhidlər verib. Və Cənab Prezident əlbəttə bütün Azərbaycan xalqının prezidentidir və buna görə də mən tövsiyə edərdim ki, Real televiziyası Rusiya Federasiyasının prezidentini yox, Azərbaycan Respublikası prezidentini müdafiə eləsin.
onun apardığı siyasəti müdafiə eləsin. Real televiziyası başda olmaqla bir çox dövlət televiziyalarında, özəl televiziyalarda cənab prezidentimizin Əl-Cəzairi kanalında müsahibəsinə qeyd etdiyi 11-ci Qırmızı Ordunun, Rus ordusunun Azərbaycan Xalq Cümhuriyyətini işğal elədiyini, Azərbaycanların Rusiya ərazisində yaşayan soydaşlarımızı qarşı repressiyaları, vəhşilikləri pislədiyini və digər tərəfdən Azala məxsus təbid mülki təyyarəyə qarşı edilən vandallığı pislədi. Amma bugün mən Real televiziyasının heç bir hətta video çarx kimi, hətta biz səhifəmizdə cənab prezidentimizin Əl-Cəzairə telekanalına o hissədə Rusiya ilə bağlı 3 mühüm faktoru, 3 mühüm məqamlarını toxunması ilə bağlı məsələyə paylaşım elədik və qeyd elədik ki, cənab prezident İlham Əliyev Rusiyada avtoritar bir rejim olduğunu, diktaturalı bir rejim olduğunu, faşist bir rejim olduğunu birbaşa müsahibə vasitəsilə diqqətə çatdırdı. Fikir verin, cənab prezident İlham Əliyev əksinə Putinlə görüşün olmamasını mən hesab edirəm ki, cənab prezident sevinir. Çünki qürur duyur. O böyük mənada böyük bir uğurun göstəricisidir. Və cənab prezident təbii ki, Rusiyanın düşmən bir tarixi düşmən ölkə hesab edilir. Çünki baxmayaraq ki, bilirsiniz ki, 22 fevralda müttəfiqlik bəyannaməsi imzaladı və biz müttəfiqlik bəyannaməsinin nəyə gətirib çıxardığını açıqladıq. Həm bilirsiniz ki, həmin dövrdə Rusiya hərbi kontingenti Dağlıq Qarabağda var idi və digər tərəfdən biz hətta bizə məxsus olan neft tankerlərinin qanunsuz olaraq dövlət neft şirkətinin Azərbaycan Respublikasının prezidentinin razılığı olmadan Rusiyaya məhz İzmir şəhərindəki Primorski hava limanı vasitəsilə Rusiya Sankt-Peterburq şəhərindəki deməli neft daşındığını qeyd elədik və bunu da Milli İstihbarat Təşkilatından Türkiyə Cumhuriyyətinin, qardaş Türkiyə Cumhuriyyətinin kəşfiyyat orqanlarından aldığımız informasiya əsasında yaydıq. Yəni biz əslində aldığımız informasiya mənbələrində açıqlamaqla birbaşa biz dövlətimizə və Türk dünyasının milli maraqlarına nə qədər xidmət etdiyimizi bir daha sübut elədik. Və bilin ki, Dövlət Neft Şirkəti cənab prezidentin də uzun illər vitse-prezident olduğu bir təbii ki, 1994-cü ildə uğurlu bir əsrin müqaviləsi ilə Azərbaycan neftinin dünya bazarına çıxarılması istiqamətində Azərbaycanın iqtisadi rifahın, regionların iqtisadi inkişaf proqramındakı rolunu mən xüsusi qeyd edərdim. Və mən çox sevinirəm ki, Azərbaycanda yaxın günlərdə dünya miqyaslı bir Formula 1 yarışları keçiriləcək və Formula 1 yarışlarının keçirilməsi ilə əlaqədar şəhərimizdə çox mühüm infrastruktur işləri görülür, şəhərdə abadlıq işləri görülür və mən şəhərdə çox sevinirəm ki, vətəndaşlarımız sərbəst şəkildə nəqliyyatın bu qədər çoxalması, bu qədər cərimələrin çoxalması müqabilində nəqliyyat xidmətlərində keyfiyyətin, yüksək keyfiyyətlərin artması istiqamətdə magistral yollarında, xüsusilə Formula 1 yarışlarının keçirildiyi müəyyən şəhər halqasında olan yerlər, Şirvanşahlar Sarayından, hökumət binasından və Hilton otelə qədər ki bir ərazidə mühüm bir yollara, sırf Formula 1 yarışlarında iştirak edən Formula 1 pilotlarının gedən ərazilərə xüsusi avtomobil yollarının gediş-gəlişinə imkanlar yaradılır. Vətəndaşlar artıq orada hansı istiqamətdə gedəcəyinin və hansı istiqamətdə məhdudiyyətlər qoyulması ilə bağlı informasiyalar paylaşılır. Yəni orada qeyd edilir ki, müvəqqəti narahatçılığa görə üzr istəyirik, bu şəhərlər bu istiqamətdə ərazi məhdudlaşdırılıb. Yəni bir sözlə mən onu deməyə çalışıram ki, Formula 1 yarışlarının keçirilməsi bir çox vətəndaşlarda sivil və ümumiyyətlə avtomobil sürücülərində də bir yüksək mədəniyyətin inkişafına da təkan verən və mən təbii ki 2016-cı ildən bəri bu prosesləri müşahidə edirəm. Bəzən Rus yönümlü qüvvələr, Sovet dövrünün nostalgiyasıyla yaşayan qüvvələr elə hesab edir ki, Azərbaycan dünyadan təcrid edilməlidir. Azərbaycanın bilirsiniz ki, əsrin müqaviləsi ilə əldə olunan gəlirlərlə
neftdən gələn gəlirlər hesabına qeyri-neft sektorunun inkişafına, xüsusilə Azərbaycanda idman yarışlarının, iri miqyaslı yarışların keçirilməsinə imkan yaratdı. Azərbaycanın bilirsiniz ki, prezident yanında ehtiyat fondu yaradıldı. Bilirsiniz ki, 2003-cü ildə Azərbaycanda Heydər Əliyev fondu yaradıldı və bu fondlar yaradılması ilə Azərbaycanda iqtisadi böhranlardan sığortalanmaq, Azərbaycanda xeyriyyəçilik fəaliyyətini gücləndirmək, Azərbaycanda məktəblərin, universitetlərin, müalicə diaqnostika mərkəzlərinin tikilməsi, xəstəxananın tikilməsi prosesinə imkanlar yaratdı. Bir sözlə, dövlətin siyasətini obyektiv qiymətləndirmək, Azərbaycan Respublikasını müdafiə eləmək hər bir Azərbaycan Respublikası vətəndaşının mühüm borcudur. Yəni, mən hesab edirəm ki, Rusiyaya xidmət edən, Rusiya yönümlü insanlar, Sovet nostalgiyasına yaşayan insanlar əlbəttə ki, Formula 1 yarışlarını bəyənməyəcəklər. Formula 1 yarışlarına bağlı qeyri-obyektiv, heç bir Dövlət Statistika Komitəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin rəyi olmadan ağzına gələni danışacaqlar. Məmurlar haqqında və yaxud da vəzifəli şəxslər haqqında, Formula 1 yarışlarının təşkilatçıları haqqında olmazın böhtanlar yağdıracaqlar və Formula 1 yarışlarının keçirilməməsinə çağırış edəcəklər. Və biz bunları istəmirik. Azərbaycanın Avropaya inteqrasiya edən ölkə kimi görmək istəyirik. Bəli, Azərbaycanda seçki saxtakarlıqları var, Azərbaycanda rüşvətxorluq var, korrupsiyaları var, insan haqlarının pozulması halları var. Biz bunları inkar eləmirik və bunları qəbul edirik. Və bunun səbəblərini də açıqlayırıq. Bəli, Azərbaycanda 93-cü ilin 4 iyun hərbi qiyamına siyasi qiymət verilmədiyi üçün, 4 iyun qiyamı nəticəsində Azərbaycanın dövlət orqanlarını işğal eləyən, Azərbaycan Respublikasının qanuni seçilmiş prezidenti Əfəz Elçi bəyin məxsus prezident qvardiyasının və Əfəz Elçi bəyin hakimiyyəti dövründə indiki adlanan Dövlət Təhlükəsizlik Xidmətinin zabitlərinin müəmmalı şəkildə qiyamçı Sürət Hüseynov tərəfindən qətlə yetirilməsini faktı ilə bağlı cinayət işinin açılmaması, KQB arxivlərinin açılmamasına görə biz hələ də bir çox dövlət orqanlarında Rusiyaya xidmət edən cəsus şəbəkələrinin olduğunu görmüşük. Və bunlarla bağlı Dövlət Təhlükəsizlik Xidməti bir çox xüsusi əməliyyatlar keçirdi. Bilirsiniz ki, icra hakimiyyətlərinin başçıları rüşvətxorluq və korrupsiyalarına yol verdiyinə görə cinayət işi açıldı, məhkəmə qərarları çıxarıldı. Mən biraz öncə Azərbaycan Xalq Parlamentinin, dünyada yaşayan soydaşlarımızın yaratdığı Xalq Parlamentinin iclasını izlədim və təhsillə bağlı bir çox məsələlərə tənqidi yanaşdım və hər cür mütərəqqi addımların, hər cür mütərəqqi təşəbbüslərin demokratiya naminə, ölkəmizin müstəqilliyin inkişafı naminə, ölkəmizin dünyada imicinin, beynəlxalq imicinin yaxşılaşması istiqamətindəki addımlarını həmişə yüksək qiymətləndirmişəm. Və hesab edirəm ki, vətəndaşlarımız siyasi partiya nöqteyi nəzərdən məsələlərə baxmasınlar. Yeni Azərbaycan Partiyası hər şeyin analoq olmayan inkişaf olduğunu qeyd edir. Xalq Cəbhəsi Müsavat Partiyası isə ölkədə korrupsiyanın, rüşvətxorluğun tüğyan elədiyini qeyd edir, seçkilərin saxtakarlıq yoluna baş verdiyini qeyd edir və hər şeyi Azərbaycan Respublikasının prezidentinin məsuliyyətinin üzərinə atır. Halbuki Azərbaycan Respublikasının prezidentini seçən, Azərbaycan Respublikasının parlamentini, bələdiyyəsini seçən xalq olduğuna görə xalq bu məsələdən məsuliyyət daşıyır. Ölkəmizdə korrupsiyanın tüğyan etməsinin ən böyük səbəbkarı xalqın özüdür. Vətəndaşların özüdür. Bugün Azərbaycanda hər cür özbaşınalıqlar, hər cür məmur özbaşınalıqları varsa, bunun səbəbkarı vətəndaşlarımızdır. Konstitusiyamızın 1-ci maddəsində qeyd edilir ki, hakimiyyətin mənbəyi xalqdır. Xalq bugün ictimai asayişi pozursa, yol hərəkəti qaydalarını pozursa, konstitusiyanı pozursa, sual verirəm, o seçki saxtakarlığını törədən müəllimlər vətəndaşların özü deyil. Bugün Azərbaycanda söz azadlığını boğan şəxslər, yəni dövlət orqanlarına sızan Rusiyanın xüsusi xidmət orqanı əməkdaşları mən bu ölkənin vətəndaşı deyil. Polis haqqında qanunu pozan Azərbaycan Respublikası vətəndaşları sizcə bu ölkənin 70 il SSR-in tərkibində olarkən milis orqanlarında yetişən insanlar deyirlər.
və SSR dövründə hansı stereotiplə davranırlarsa, bu gün də həmin stereotiplə davranırlar. Mən hesab edirəm ki, dostlar, təfəkkür problemi var. Cəmiyyətdə, hətta baxın, Azərbaycan Xalq Parlamentinin təmsil edən insanların heç biri müstəqil Azərbaycan Respublikasının vətəndaşları deyirlər. Yəni, bugünkü gənc nəsil, yeni yetişən 91-ci il təvəllüdlü gənclər deyirlər. Çox təəssüf ki, bizi də o parlamentdə təmsil etmək hüququmuzdan məhrum elədilər. Səbəb də əsaslandırdılar ki, Milli Fəda Hərəkatı hərbi bir qurumdur, hərbi qeyri-hökumət təşkilatıdır, xüsusi xidmət orqanlanan bir təşkilatdır və iddia olunur ki, Dövlət Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyinə dəstək bildirdiyinə görə bu qurum dövlətdən maliyyələşir. Biz Dövlət Təhlükəsizlik Xidmətini, Daxili İşlər Nazirliyini dəstəkləmirik, qoruyuruq və Daxili İşlər Nazirliyində əyləşən kim olmasına asılı olmayaraq o polis formasını daşıdığına görə o bizim qarşımızda müstəsna səlahiyyətlərə sahibdir. Çünki onun hər cür hüquqi konstitusional səlahiyyətlərinə, legitim səlahiyyətlərinə sahib olduğu üçün onun qarşısında heç bir nəzarət mexanizmini yalnız legitim əsaslarla formalaşan Dövlət Təhlükəsizlik Xidməti nəzarət edə bilər. Dövlət Təhlükəsizlik Xidmətinə Daxili İşlər Nazirliyində baş verən hadisələrlə bağlı bir dənə olsun polis haqqında qanunla bağlı bir dənə olsun müraciət edilməyib. Sıravi Azərbaycan vətəndaşları olsun. Çox təəssüf ki, bugün Azərbaycanda dövlətçilik şuuru Sovet İttifaqında yetişən nəsil tərəfindən kobud şəkildə inkar edilir və nəzərə alınmır. Və ona görə də mən hesab edirəm ki, məcburi köçkünlərlə bağlı, qaçqınlarla bağlı məsələyə peşəkar bir münasibət olmalıdır və mən hesab edirəm ki, məcburi köçkünlərin konstitusiyon hüququdur ki, burada yaşasın. Çünki Bakı da onun vətənidir, Qarabağ da onun vətənidir, Zəngilan da onun vətənidir. O insanlar vətəninə, dövlətinə bu və digər şəkildə bağlıdırlar və mən hesab edirəm ki, Rusiyanın dağılması müqabilində, Rusiyanın Dağlıq Qarabağda törətdiyi cinayətlər ifşa olunandan sonra və Azərbaycan Respublikası Prezidenti yaxın illərdə görəcəksiniz, Dağlıq Qarabağı da işğal elədiyini, Dağlıq Qarabağdakı cuntaların yaratdığını və bu istintaq işi bilirsiniz ki, qondarma Dağlıq Qarabağ rejimini idarə edənlər və 2-ci Qarabağ müharibəsində, 1-ci Qarabağ müharibəsində Azərbaycan əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə görə istintaqa cəlb olunanlar ifşa olandan sonra və mən əminliklə deyirəm ki, onlar heç biri sərbəst buraxılmayacaq. Dünən Sevinc Osman qızı efirində dedi ki, bilirsiniz ki, Azad Söz telekanalının baş redaktoru Tural Sadıqlı ilə efirdə dedi ki, bir nəfər Rusiyanın Sputnik kanalında işləyən bir jurnalist sərbəst buraxılıb. Bunun hər hansı bir mən aldığım məlumata görə heç bir kəşfiyyat məlumatında belə bir faktın olması aşkarlanmayıb. Və bir şey də mən aşkarladım ki, Rusiyanın prezidenti Vladimir Putin 22 avqustda, halbuki bilirsiniz ki, 26 avqustda ölkənin vitse-prezidenti Mehriban Əliyevanın doğum günüydü. Halbuki dövlət protokoluna görə ölkənin vitse-prezidenti, ölkənin hansı bir dövlət başçısı, nazirinin ad gününü elə doğulduğu gündə təbrik edirlər. Və bir şey də deyim ki, 22 avqustda Kreml.ru saytında və Mehriban Əliyevaya məxsus saytda belə bir təbrik məktubu yoxdur. Və bu uydurulmuş Rusiyanın Hacker şəbəkəsinin bir çox dövlət kanallarımıza, özəl telekanallarına ötürdükləri dezinformasiya idi. Bu dezinformasiyanı da yayan insanlar birbaşa Rusiyanın xüsusi xidmət orqanlarına işlədiyini hər hansı bir formada sübut etmək istəyirdilər. Bir növ 22 fevralda imzalanan müttəfiqlik bəyannaməsinə xidmət etdiyini sübut etmək istəyirdilər. Amma bu plan da baş tutmadı. Biz Milli Fədalı Hərəkatı olaraq bunu ifşa elədik və biz dövlətimizin vitse-prezidentinin imicinə xələl gətirən məsələnin qarşısını aldıq. Ölkə prezidentinin imicinə xələl gətirən məsələnin də qarşısını aldıq və bu media qrupları bugün suspus olublar. Utancılarından, xəcalətindən bilmirlər haraya
başlarını vursunlar. Ona görə də mən hesab edirəm ki, dövlət televiziyalarında mütləq dövlət təhlükəsizlik xidmətinin nəzarəti olmalıdır. Mütləq dövlət təhlükəsizlik xidmətinin mətbuat xidmətinin razılığı olmadan öz başına heç bir informasiya yayılmamalıdır. Və ümumiyyətlə Rusiyanın dövlət maraqlarına xidmət edən informasiyaların yayılması yol verilməzdir. Mən hətta Modern Az saytında bir xəbər mənim qarşıma çıxdı və bu barədə mən özümə məxsus, yəni bizim dövlətimizə və təşkilatımıza uyğun bir formada bir başlıq yazdım. Başlıqda nə yazılmışdı, onu mən sizə açıqlayayım. Deməli dostlar, deməli o informasiyanı mən də axtarıram, çoxdankı informasiyadır. Deməli. Aha, dostlar, deməli belə bir informasiya yaymışdılar. 2025-ci il 6 sentyabrda Ukrayna-Rusiya müharibəsinin, indi Modern Azın mən orijinalını sizə oxuyacağam. Görün Modern Az saytı, halbuki bu Haber Global kanalına bağlı və Media Türk telekanalına bağlı və Türk dünyasına xidmət edən bir medianın yaydığı informasiyaya baxın və başlığa baxın. Görün nə qədər biabırçılıq bir halıdır. Baxın informasiya necə yayılıb. Deməli, başlıqda nə yazılır? Dostlar, Rusiya-Ukrayna müharibəsində daha bir Azərbaycanlı həlak olub. Baxın, burada həlak olmaq sözü ümumiyyətlə Azərbaycan leksikonunda bir təhqir olunmaq üçün bir şeydir. Yəni, öldürülüb, ölüb sözünə bənzəyir. Əslində, hansısa ideal naminə, müharibə zamanı əgər öz torpağını qoruyursa ona şəhid deyilir. İkinci bir başlıq nə yazılır dostlar? Yazılır ki, Zaqatala rayon Yuxarı Çardaqlar kənd sakini Elnur İbrahimoğlu Əliyev Rusiya ordusunda Ukraynaya qarşı vuruşub. İndi sual olunur dostlar. Baxın, jurnalistika etikasına zidd gör necə bir yanaşma var. Deməli, bu Rusiya ordusunda qulluq eləyirsə, bu Azərbaycanlı necə ola bilər? Bu birinci səbəb. İkinci, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə görə 1991-ci il Almata bəyannaməsinə görə, Müstəqil Dövlətlər Birliyinin bəyannaməsinə görə tərəflərin ərazilərinə hər hansı bir hərbi təcavüz baş verirsə, o ölkə işğalçı ölkə statusuna sahib olur. Və bilirsiniz ki, 2014-cü ildə də, 2022-ci ildə də Rusiya Federasiyasının Ukrayna Respublikasının Donbas beynəlxalq hüquqla Ukrayna Respublikasının ayrılmaz tərkib hissəsi kimi tanınan Donetsk, Lugansk, Krım, Xerson, Zaporojye və digər ərazilər BMT tərəfindən Ukrayna Respublikasının ərazisi kimi tanınıb. Bilirsiniz ki, bu hadisələr 2014-cü ildə bilirsiniz ki, o vaxtın prezidenti, bilirsiniz, Yanukoviç prezident seçiləndən sonra Rusiya qazına ehtiyacı var idi və Rusiya qazının satışı ilə bağlı Rusiya ilə əlaqələrin Avrasiya Birliyinə qoşulmaq, Gömrük Birliyinə qoşulmaq haqqında Rusiya prezidenti ilə müəyyən danışıqlar aparılmışdı. Ukrayna xalqı buna kəskinliklə etiraz elədi və Yanukoviçin istifasını tələb elədi. Yanukoviç istifaya göndəriləndən sonra Rusiyanın kəşfiyyat orqanlarının SSR dövründən qurulan dondurulmuş münaqişə adı altında Gürcüstanda, Cənubi Osetiya, Abxaziyada yaratdığı Azərbaycanla Ermənistan arasında yaranan Dağlıq Qarabağ minasını soyuq bir dondurulmuş münaqişə kimi etnik separatçılığı, necə Azərbaycanın cənubunda Talışman Respublikası yaratmışdılar, Sovet
Sadval Respublikası yaratmışdılar, qondarma bir separatçı rejim və etnik münaqişə yaratmaq üçün. Ukraynada da Donetsk qondarma respublikası elan edildi. Lugansk qondarma respublikası elan edildi və bunlar Rusiya Federasiyasının tanınmayan torpaqlarının tərkibinə daxil oldu. Hətta iddia olunurdu ki, Rusiya kəşfiyyat məlumatlarında belə bir informasiya yayılmışlar, dezinformasiya yayılmışlar ki, güya Alyaska görüşündə Amerika Birləşmiş Ştatları bu torpaqları Rusiyanın ərazisi kimi tanıyacaq və yaxud da başqa bir dezinformasiya yaydılar ki, güya Amerika Birləşmiş Ştatlarının prezidenti Krım ərazisini Rusiyanın ərazisi kimi tanıyacaq, Rusiyanın muxtar vilayəti kimi tanıyacaq. Bu da əslində mümkün olmayan bir şeydir. Və bir tərəfdən də bilirsiniz ki, Ukrayna Amerika Birləşmiş Ştatlarında Demokrat Partiyasının hakimiyyəti dövründə Krım platformasında və sülh platformasında, Kiyevdə keçirilən sülh platformasında və bundan əlavə bilirsiniz ki, Demokratiya samitində və bundan əlavə son günlər keçirilən Könüllülər koalisiyasında da konkret olaraq Ukraynanın ərazi bütövlüyü tanınıb. Hətta Vaşinqtona gedərkən, səfər edərkən, ikinci dəfə səfər edərkən Zelenski Trumpla görüşündə konkret şəkildə dedi ki, konkret şəkildə əldə olunan razılıq ondan ibarət oldu ki, Ukraynanın 2014-cü ildən bəri işğal olunmuş bütün torpaqlar Ukraynanın ayrılmaz hissəsidir. Yəni heç bir Krım, Donbas, Lugansk, Donetsk torpaqları Rusiyanın ərazisi sayılmır. Yəni Sovet İttifaqından qalan torpaqların bir hissəsi Xruşov dövründə Ukraynanın Sovet Sosial Respublikasının ərazisinə daxil edilmişdir. Yəni bu sözün Rus ordusunda Ukraynaya qarşı vuruşub sözü beynəlxalq hüquqla cinayətdir. Cinayət xarakterli, hərbi cinayət xarakterinə və hərbi terrora, Rusiyanın Ukraynada törətdiyi terrora bir dəstək çağırışıdır və dünya terrorizminə dəstək çağırışıdır. Bu informasiyanın müstəqil mediada yayımlanması beynəlxalq hüquqla cinayətdir. İndi üçüncü hissəyə baxın, nə yazılıb dostlar. Bir neçə gün əvvəl gedən şiddətli döyüşlərdə Elnur Əliyev həyatını itirib. İndi sual olunur, Elnur Əliyev hansı şiddətli döyüşlərdə iştirak edib? Və ümumiyyətlə bu insan Azərbaycanlıdırsa, Azərbaycan Respublikasının vətəndaşıdırsa, Azərbaycan Respublikası 2001-ci ildə Avropa Şurasının üzvüdür. Və BMT-nin 4 qətnaməsinə görə Azərbaycan işğala məruz qalmış bir ölkədir. İndi başlıqda belə məntiq çıxır ki ortaya. Zaqatala sakini qeyri-qanuni olaraq Rusiyaya gedərək, Rusiya vətəndaşlığına keçərək, Rusiyanın terrorçu, kriminal aləmin beynəlxalq hüquqla Rusiyanı cinayətkar ölkə kimi tanınıb. Deməli, belə çıxır ki, Azərbaycan dünyada terrorizmi dəstəkləyən və terrorizmlə məşğul olan bir ölkə kimi təqdim edir Modernaz. Biz elə təqdim etmirik. Biz əksinə deyirik ki, Azərbaycan dünya terrorizmdən, Asala terrorizmdən, 11-ci Qırmızı Ordunun törətdiyi bolşeviklərin, kommunistlərin 20 yanvarda törətdiyi terrorizmdən, 70 illik qırmızı terrordan əziyyət çəkən ölkə olub. Azərbaycan heç bir terror ölkəsindən dost münasibət qurmayıb. Və belə bir məntiq çıxır ortaya. Deməli, bunlar Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşını terrorçuluqla məşğul olan bir ölkə kimi təqdim etməyə çalışırlar. Bu da Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi təxribat xarakterli bir rəydir, ictimai rəydir. Baxın, 4-cü bölümdə nə yazılıb? Onun cənazəsi ötən gün Zaqatalaya gətirilib və doğulduğu yuxarı Çardaqlar kəndində torpağa tapşırılıb. Bir insan əgər gedib terror məqsədi ilə bir başqa bir ölkənin konstitusiyon hüquqla və beynəlxalq hüquqla tanınan əraziyə hərbi təcavüzə dəstək bildirirsə, onun adı nə olur? Terrorist. Və o əgər beynəlxalq hüququ ayaqlar altına alırsa, öz xalqının milli maraqlarına zərbə vurursa, o zaman bu adam vətən xainidir. Bəs buna nəyə görə modern az saytı
Bu informasiyanı hardan ala bilər Modernaz? Sözsüz ki, Rusiyanın hansısa hərbi saytından Rusiyanın dövlət saytlarını ala bilər. İndi Rus dilini bilən adamlara mən sual verirəm. Bu informasiyaya qarşı hansı adekvat bir cavab vermişsiniz? Ümumiyyətlə, Modernaz saytını nəyə görə belə bir mənfi, Azərbaycanın milli maraqlarına zidd olan bir mənfi rəyi yaradırlar? Hətta bizə Milli Fədai Hərəkatına bilirsiniz ki, Peterburqdan gələn bir bilirsiniz ki, o həmin şəxs sonradan məlum olub ki, ər-arvad, deməli, Ukraynanın kəşfiyyat orqanına işləyən, Ukrayna xüsusi xidmət orqanlarının polkovnikini qətl etirilməsində görə zərərsizləşdirilib və onu da öldürüblər. Və buna görə də həmin şəxs mənim üçün bir vətən xainidir. Çünki bir ölkənin, qardaş Ukrayna xalqının və 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bildirən, ərazi bütövlüyümüzü tanıyan, bilirsiniz ki, Zelenski ilə cənab prezidentimizlə görüşündə, Kiyev görüşündə və Bakı görüşündə, hələ müharibə olmamışdan öncə, 2019-cu ildə, konkret olaraq ərazi toxunulmazlığa nail olub və Ukraynaya hər cürə humanitar yardımlar dəfələrlə Sokar tərəfindən, Odessada bilirsiniz ki, terror hücumu olmuşdur Rusiyanın ordusu tərəfindən və faktiki olaraq Ukraynanı təcavüzə məruz qalan ölkə kimi, hətta bilirsiniz ki, Şuşada, Xankəndidə keçirilən Şuşa forumunda bunu açıq bildirmişdi. İndi sual olunur ki, Modern Az saytı belə bir xəbəri, belə başlığı yazmaqda məqsədi nədir? Ümumiyyətlə, belə bir başlığı yazmaq hansı dövlətçilik maraqlarına, hansı milli maraqlara xidmət edir? Hansı türkçülüyə xidmət edir? Hansı turançılığa xidmət edir? Turançılığa qarşı ən kəskinliklə tarix boyu mübarizə aparan 1937-ci ildə turançılıq fəaliyyətinə görə, türkçülüyünə görə Hüseyn Cavidi, Əhməd Cavadı, Mikail Müşfiqi güllələyən bir dövləti, bir terrorçu dövlətinin qulluq eləyən bir canini biz nətər buna həlak olubdur yazmalılar. İndi əsl faciə bundan ibarətdir. Milli Fədai Hərəkatı isə bu məsələyə kəsinliklə buna adekvat cavab olaraq bu cür izahını verib. Qeyd edib ki, Milli İstihbarat Təşkilatından aldığımız məlumata görə 6 sentyabr 2025-ci ildə Ukrayna Respublikasının ərazi bütövlüyü uğrunda Rusiya Federasiyasının Ukrayna Respublikasına qarşı hərbi təcavüz zamanı işğalçı Rusiya Federasiyasının silahlı qüvvələrində xidmət edən vətən xaini Rusiya xüsusi xidmət orqanlarının orqanı FSB əməkdaşı Azərbaycan Respublikasının Zaqatala şəhəri Yuxarı Çardaqlar kənd sakini Elnur İbrahimoğlu Əliyev Ukrayna Respublikası silahlı qüvvələri tərəfindən zərərsizləşdirilmişdir. Vətən xainin cənazəsi ötən gün Azərbaycan Respublikasının Zaqatalaya gətirilib və doğulduğu Yuxarı Çardaqlar kəndində vətən xaini kimi torpağa tapşırılıb. İndi sual verirəm dostlar. Biz bu cür obyektiv, dəqiq, qərəzsiz bir informasiya yaydığımıza görə görəsən Dövlət Təhlükəsizlik Xidməti nə məqsədlə çağıra bilər? O məqsədlə çağıra bilər ki, nəyə görə Modern Az saytını məhkəməyə verməmişsiniz? Nəyə görə Modern Az saytı bu cür təxribatçı, pozucu informasiyalar yayır? Yəni bizə ən azından bu müraciət edə bilər və bu məqsədlə bizi çağıra bilər. Ki biz Modern Az saytının bilirsiniz ki, abunəçisiyik, izləyirik. Hətta Modern Az saytının redaksiyasına da gəlmişik. Və sual olunur ki, Modern Az saytı nəyə görə bu informasiyana yayır? İndi bu Modern Az saytında çalışan Media Türk telekanalının baş redaktoru Səidə Bəkir qızı özü Qərbi Azərbaycanlı ola nəyə görə öz səhifəsində xalqa müraciət edəndə məhz qaçqınları, məcburi köçkünləri təhqir eləməlidir? Hansı məntiq? Özü bu məcburi köçkünlüyü yaşamış, tarixən 88-ci il deportasiyasını yaşamış bir soydaşımız nəyə görə bu cür başlıq yazmalıdır? Ona görə də dostlar, biz heç bir medianı başlıqda hədəf etmədən onu açıqladıq və qeyd elədik ki, ümumiyyətlə Rusiyanın təxribatçı informasiyalarını yaymamaq,
Dövlət Təhlükəsizlik Xidməti ilə ən azı məsləhətləşmək lazımdır. Bu informasiyanı yaymaq nə qədər uyğundur? Mən əminliklə deyirəm ki, hətta Hikmət Hacıyev belə, bizim hörmətli prezidentimizin ən sədaqətli köməkçisi belə, mən əminliklə deyirəm ki, jurnalistlərə yaxın günlərdə ciddi xəbərdarlıqlar edəcək. Və onların qeyri-hökumət təşkilatlarına dəstək şurasının xahiş edəcək ki, bu insanlara qrantlar ayrılmasının qarşısını alsın. Yer gəlmişkən biz qeyri-hökumət təşkilatlarının dəstək şurasının qrant layihəsi ilə bağlı Milli Fədai Hərəkatı olaraq biz deməli qeydiyyatdan keçdik qrant layihəsində iştirak ilə bağlı və bu barədə sizə açıqlama verim. Deməli, dostlar, sentyabr ayının 17-si, 18-də bizim yaşadığımız Nərimanov rayonunda yaxınlığında yerləşən Bakı Konqres Mərkəzində qeyri-hökumət təşkilatlarına dəstək agentliyinin təşkilatçılığı ilə və bizim prezident administrasiyasının və təbii ki, qeyri-hökumət təşkilatlarına dəstək agentliyinin təşkilatçılığı ilə məsul şəxslərin iştirakı ilə 2026-cı il üzrə qrant müsabiqələrinin dair infosessiyası keçiriləcək və biz Milli Fədai Hərəkatı olaraq qeyri-hökumət təşkilatlarının dəstək agentliyinin necə fəaliyyət göstərməsi, hansı istiqamətdə fəaliyyət göstərməsi ilə bağlı hesabatı dinləyəcəyik. Ümidvarıq ki, bizim qeydiyyatımız nəzərə alanlar bilirsiniz ki, bizim təşkilatımız rəsmən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və biz birbaşa bütün dövlət orqanları ilə birbaşa təmaslar qururuq, birbaşa mətbuat xidmətinə təmaslar qururuq. Biz dəfələrlə Azərbaycan televiziyası ilə də, ictimai televiziya ilə də əməkdaşlıq etmişik. Və bu əməkdaşlıq əsasında biz çox uğurlu bir layihə, bilirsiniz ki, bizim böyük mütəfəkkirimiz, böyük ideoloqumuz, Füyuzat qəzetinin baş redaktoru Əli Hüseynzadə obrazında biz bizim hörmətli Heydər Əliyev Fondunun təşəbbüsü ilə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Kino Agentliyinin və Bakı Media Center'in təşəbbüsü ilə böyük neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin yubileyi ərəfəsində onun bilirsiniz ki, çox seriyalı 4 hissəli filmində təmsil elədik və bu film çox sevindirici haldır ki, Dünya Oscar mükafatına namizədliyi siyahısında qeydə alınıb. Təbii ki, bizim də Milli Fədai Hərəkatının da müstəsna xidmətləridir. Ölkəmizin vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da əvəzsiz rolu var. Çünki bilirsiniz ki, Mehriban Əliyeva da Heydər Əliyev Fondu əslində bugün bizim böyük neft milyonçumuz Hacı Zeynalabdin Tağıyevin, bizim Səadət Sarayının tikintisində iştirak eləmiş böyük milyonçumuz Şəmsi Əsədullayevin və Murtuza Muxtarovun və Şəmsi Əsədullayevin kimi milyonçularımızın missiyasını yerinə yetirir. Əslində rəsmi missiyasını yerinə yetirir. Bilirsiniz ki, dünyada bir çox dağıdılan abidələrin, Fransada Louvre muzeyinin, Eyfel qülləsinin və İtaliyadakı Roma Vatikan kilsəsinin tikintisində və Dağlıq Qarabağda dağıdılan abidələrin bərpasında və Beynəlxalq Xarı Bülbül Festivalının və Vaqif Poeziya günlərinin keçirilməsi, muğam festivallarının, aşıq festivallarının keçirilməsində çox mühüm işlər görür və mən Heydər Əliyev Fonduna da şəxsən hörmətli vitse-prezidentimiz Mehriban Əliyevaya da təşəkkür edirəm. Bizə təbii ki, mən hesab edirəm ki, ölkəmizin vitse-prezidenti Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatında bizim qonşu İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın qızı ilə səmimi bir fotosu və videosu yayımlandı. Biz də yaxın günlərdə o videonu yayımlayacağıq. Sadəcə müəyyən dərəcədə bizim xəbər informasiyalarımız çatdırmaq olmur. Əlbəttə ki, informasiyaları çox tez bir zamanda paylaşacaq
və bu səmimi görüntüsünü də paylaşacaq və bilin ki, bu informasiyanı biz Güney Azərbaycan Respublikası səhifəsində də paylaşmışıq. Bir sözlə mən demək istəyirəm ki, biz Milli Fəda Hərəkatı üzərinə düşən dövlət qarşısında, vətən qarşısında vəzifəni yerinə yetirdi və bilirsiniz ki, bu yaxınlarda biz dünən, daha doğrusu 2 gün bundan əvvəl biz bizim mətbuatımızın gəncləri və gənc fəalları və bizim gələcəkdə ölkəmizdə pluralizm quracaq, ölkəmizdə demokratiyanın, demokratik mühitin, demokratik mətbuatımızın qurulmasında iştirak edəcək, Azərbaycanda məmur özbaşınalığının qarşısını alacaq insanlar bilirsiniz ki, Rusiyanın xüsusi xidmət orqanlarının dövlət orqanlarımıza yerləşdirdiyi əməkdaşları tərəfindən, məhkəmə hakimiyyətinə yerləşdiyi əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmuş Abzas Medianın əməkdaşlarının hüquqlarının müdafiəsi üçün məhkəmə prosesində iştirak elədik. Çox təəssüf ki, Abzas Medianın müxbirləri bizim nə qədər ciddi, nə qədər obyektiv, nə qədər proseslərə təsir etmə imkanlarımızın olduğunun fərqinə varmadı. Və bilirsiniz ki, məhkəmə zamanı hətta biz xüsusi protokol qaydasına, məhkəmənin müəyyən nizam-intizam qaydasına uyğun şəkildə özümüzü təqdim edərək Qalib Sultanlar qəzetinin xüsusi müxbiri kimi iştirak elədik və mətbuat nümayəndəsi kimi iştirak elədik. Müəyyən statusla iştirak elədik və bu statusa uyğun şəkildə məhkəmə prosesi başlamamış məhkəmə iclasına daxil olduq və məhkəmənin prosesində iştirak edəcək təqsirləndirən şəxslərin vəkilləri ilə görüşdük, müəyyən məhkəmə prosesinin hakiminin kim olacağını və ittihamçı tərəfinin, xüsusilə Xətai rayon prokurorunun və apellyasiya məhkəməsinin prokurorunun kim olacağı ilə bağlı informasiyanı bizə verdilər, sağ olsunlar. Və təqsirləndirilən şəxs qismində əyləşən Abzas Medianın müxbirləri bizə etiraz elədi ki, məhkəməyə niyə gəlmişsiniz? Siz axı polis tərəfindən qorunursunuz, polisi müdafiə edirsiniz, dövləti müdafiə edirsiniz. Əslində bizə kompliment dedilər və biz bu komplimentdən çəkinmədik. Çünki onlar gerçəkləri dedilər. Amma mən məhkəmə zamanı onlara dedim ki, mənim məhkəmə prosesində iştirak etməyə mənim konstitusiyon hüququmdur. Həm də biz Difai Təşkilatının qurucusu Əhməd Ağoğlunun yolu ilə gedən və müasir Azərbaycanın qurucusu Ulu Öndəri Məhəmməd Əmin Rəsulzadənin peşə fəaliyyətinin jurnalistika olduğunu nəzərə alaraq 1-ci Qarabağ müharibəsində Xocalı faciəsini işıqlandıran məhz jurnalistika peşəsinə malik olan Çingiz Mustafayevin və demokratiya uğrunda, pluralizm uğrunda canını fəda edən şəhid Elmar Hüseynovun əziz xatirəsinə hörmətsizlik olar ki, biz demokratiya uğrunda mübarizə aparan, pluralizm uğrunda mübarizə aparan, hüquqları tapdalanan insanların hüquqlarına biganə qalaq və ziyalı mövqeyimizdən kənarda oluraq. Ona görə məhkəmə iclasında iştirak elədik. Məhkəmə iclasında demokratik dəyərlərə söykənərək təqsirləndirilən şəxslərin hüquqların bərpası uğrunda mübarizə üçün onlara dəstəyimizi bildirdik. Amma bizi heç kəs bugün artıq nə erməniyə işləyən, nə erməni dəyirmanına stökən insan kimi deyə bilməzlər. Çünki artıq bizim Ermənistanla heç bir problemimiz yoxdur. Bunu dilə gətirən insanlar böyük ehtimalla Qərbi Azərbaycanlı kökənli insanlardılar. Onlar hər bir problemi ermənilərə bağlayıb, erməniləri də günahlandırırlar və hesab edirlər ki, Ermənistan diasporası güclü olduğuna görə deməli onlar diasporadan maliyyələşirlər və istədiyi qaçaqmalçılıq yolları ilə pul əldə edirlər. Halbuki məhkəmə prosesində mən prosesdə nəyin şahid oldum? Həm də bu mənim üçün önəmli bir faktor ondan ibarət oldu ki, gözlənilmədən bizi ittiham eləyən, təqsirləndirilən şəxslər birdən-birə onun valideynlərinin məhkəmə iclasına gəlməsinə şərait yaradıldığını və qapalı məhkəmə iclasının olmayacağını, açıq məhkəmə olduğunu görəndən sonra bizim nə qədər qüdrətə malik olduğumuzu, qədim dövlət olduğumuzu bir daha göstərdi. Və biz hətta məhkəmə prosesində yekun məhkəmə qərarının verilməməsinin, sentyabr ayının 9-una təxirə salınmasının qərarını görəndən sonra hətta keçən məhkəmədə bilirsiniz ki, Xətai rayon apellyasiya məhkəməsində onlar hətta məhkəmə zalında
məhkəmə qərarına etiraz elədiyi üçün məhkəmədə cinayət məcəlləsinə uyğun maddə ilə restriksionlara həbs qəti imtahan tədbiri seçildiyinə etiraz elədiyi üçün məhkəmə zalından kənarlaşdırmışdılar. Amma biz həmin məhkəmədə iştirak etdiyimizə görə, onların hüquqlarını müdafiə etdiyimizə görə məhkəmə hakimi tərəfindən bizə çox demokratik yanaşdılar və məhkəmə prosesində həm bizim iştirakımızı təmin etdilər, həm də məhkəmə iclasında iştirak edən təqsirlənən şəxslərin çıxışlarına imkan yaratdılar və onları məhkəmə zalından çıxarmadılar. Baxın, bu demokratiyanın, pluralizminin üstünlüyüdür və məhkəmə hakimiyyətinin demokratik şəraitdə çalışmasına imkan yaratdı. Ona görə ümid edirəm ki, yaxın günlərdə bizim qüdrətimizi, bizim nə qədər güclü olduğumuzu görəcəklər və əminliklə deyə bilərəm ki, siyasi məhbuslarımızın hamısı cənab prezidentimizin humanistliyi ilə əfv olunacaqlar. Və bunun üçün də əlbəttə ki, Rusiyanın xüsusi xidmət orqanlarının dövlət orqanlarında gücü azalmalıdır. Rusiyaya qarşı bir ictimai rəy yaranmalıdır və mütləq Azərbaycanda 340 rus məktəblərindən müəllimlərin kütləvi şəkildə işdən azad olunması tələbləri olmalıdır, tətillər olmalıdır. Rus məktəblərinə, Lomonosov adına universitetin, Seçenov Universitet müəllimləri üsyana qalxmalıdırlar. Rusiya dövlətinə qarşı Azərbaycanda üsyana qalxmalıdırlar. Rus məktəblərinə yox deyirik, üsyanı qalxmalıdırlar. Mitinqlər, piketlər keçirməlidirlər. Rusiya səfirliyin qarşısında mitinqlər eləməlidirlər. Ondan sonra görəcəyik. Azərbaycanda hansısa Rusiya xüsusi xidmət orqanlarına işləyən, dövlət orqanlarımıza sızan insanlar nəyə edə biləcəklər? Mən hesab edirəm ki, bu məsələyə geniş şəkildə izah etdim və qorxmadan izah elədim və mənim heç bir cinayət tərkibli bir əməlim yox və mən İlham Əliyevi seçən, İlham Əliyevi dəstəkləyən, parlament seçkilərində iştirak edən, müşahidəçi kimi iştirak edən, seçici kimi iştirak edən, bələdiyyə seçkilərində seçici kimi, müşahidəçi kimi iştirak edən, vicdanlı bir vətəndaş kimi, siyasi proseslərə fəal şəkildə qoşulan bir insan kimi mən proseslərin şəffaf şəraitdə keçirilməsi, şəffaf şəraitdə formalaşmasını istəyirəm. Və polis haqqında yaranan ictimai rəyin, mənfi rəyin aradan qalxması istiqamətinə də əlimdən gələni edirəm. Və sentyabrın 9-da ümidvaram ki, yenidən məhkəmə iclasında iştirak edərsəmsə, mən əminliklə deyirəm ki, məhkəmə elə bir mənzərədə yaranacaq ki, ola bilsin ki, məhkəmə hakimi onlar barəsində ittiham hökmünün yetərsiz olduğunu diqqətinə çatdıracaq. Mən hər birinizə təşəkkür edirəm, hesab edirəm ki, Azərbaycan xalqı gerçəkləri çıplaqlığı ilə eşitməlidir. Məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərə güldən ağır söz demək olmaz. Onlar bizim toxunulmaz dəyərlərimizdir və onlar bizim vətənimizi, ərazi bütövlüyümüzün pozulmasında, Rusiyanın Azərbaycana qarşı Dağlıq Qarabağda törətdiyi hərbi təcavüzdə məruz qaldığı mənəvi travmaların bir parçasıdır. Və bizim dövlət müstəqilliyimizin əbədiliyini və dönməzliyini yaradan onlardır. Və onların hər bir hüququ toxunulmaz olmalıdır. Qazilərin kütləvi şəkildə özlərini intihar etməsi, Hacı Vəliyev kimi bir 2-ci Qarabağ müharibə iştirakçısının, o cümlədən 1-ci Qarabağ müharibəsində iştirak etmiş bizim siyasi partiyanın, Müsavat Partiyasının üzvünün və Milli Şuranın üzvünün və Binəqədi rayon icra hakimiyyətinin sədr müavini olmuş, demokratiya uğrunda mübarizə aparmış Tofiq Yaqublu'nun da dərhal azad olmasını tələb edirəm və onun azadlığa buraxılması üçün hər birimizin cənab prezidentimizin humanistliyinə güvənmək və humanistliyinə etimad etmək lazımdır. Hər birimiz cənab prezidentimizin bütün Azərbaycanda yaranan sosial problemlərin aradan qaldıracağına inanıram. Cənab prezidentimiz bugün əminliklə deyirəm ki, o hər bir məsələdən agahdır. Hər bir məsələni bilir.
və o inanır ki, o bizim kimi inanır ki, o problemlər həllini tapacaq. Və mən sizə əminliklə deyirəm ki, Azərbaycanda yaranan seçki saxtakarlıqların, siyasi məhbus problemlərin kökündə o deyil. Bu problemlərin kökündə məhz Rusiyanın güclənməsi, Rusiyanın gücü dayanır. Və Rusiyanın Azərbaycana qarşı etdikləri cinayətlər dayanır. Və mən hesab edirəm ki, Rusiya nə qədər zəifləsə, Putin rejimi, Putin hakimiyyəti, Putinin diktaturası zəifləsə, mən əminliklə deyirəm ki, Azərbaycanda kimsə cəsarətlə rüşvət də almaz, rüşvət də verməz, özünə villa da almaz, seçkiləri saxtalaşdırmaz, qanunsuz məhkəmə hökmləri çıxarmaz. Yəni, hər cür məmur özbaşınalıqları törətməz. Və mən bunu müşahidə edirəm və bunu açıq şəkildə deyirəm. Hətta polis haqqında qanunun tələblərini pozan Azərbaycan Respublikası vətəndaşlarının da mən bu məsələdə Rusiyanın Azərbaycana qarşı etdiyi vəhşiliklərdə və təxribatlarda görürəm. Mən hesab edirəm ki, bunu vicdanın səsi ilə, tam səmimi qəlblə demək lazımdır. Və xalqdan, dövlətdən kimsə olmanlar bilsinlər ki, bu xalq da, bu dövlət də sizsiniz. Sizin hər hansı bir törətdiyiniz cinayətlər belə dövlətin ayağına yazılır. Vətənin ayağına yazılır. Ona görə də bir şey edərkən düşünmək lazımdır. Hətta zibili belə zibil yeşiyini atmayanda, hətta sürücünü döyəndə, hətta rüşvət alanda, rüşvət verəndə bilin ki, bunu Azərbaycan üçün edirsiniz. Azərbaycanın imicinin zəifləməsi üçün edirsiniz. Azərbaycanın dünya miqyasında nüfuzdan düşməsini edirsiniz. Yəni, mən hesab edirəm ki, 10 milyon əhalinin, baxın, mən Bayraq meydanında və yaxud da biz bir çox Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasının önündə üçrəngli bayrağımızın olmamasını deyəndə hər birinizə ünvanlayıram. Azərbaycanda yaşayan vətəndaşlara ünvanlayıram. Bizi həbslərlə hədələyən insanlar ya bu ölkəni sevməyən, ya ölkəni nifrət edən, bu ölkəyə xəyanət edən qüvvələrdirlər. Mən onların adlarını da çəkərəm. Vaxtilə Ayaz Mütəllibovdan, Əli Heydər Qarayevdən, Mircəfər Bağırovlardan, Nərman Nərmanovlardan imdad diləyənlər, onu heykəlləşdirənlər, Aynə Sultanovlar və yaxud da Dilarə Əliyevlarla uzun illər Azərbaycanda Sovet dövrünü tərifləyənlərdir. Həzə Aslanova milli qəhrəman deyənlərdilər. Komsomol dərnəklərində yetişənlər Komünist Partiya sıralarında olanlardılar. Və mən hesab edirəm ki, Azərbaycanın SSR əhalisinin hamısı bu işdə əli var. Ona görə də hansısa ayrı şəxsləri şamil eləmək ehtiyac yoxdur. Bugün nə qədər ki, Azərbaycanda Kinematografiya İttifaqı, nə bilim, Bəstəkarlar İttifaqı, Yazıçılar İttifaqı ləğv olunmayıb. Və yaxud da Axundov adına Milli Kitabxana ləğv olunmayıb. Sovetdən qalan çürümüş qurumlar ləğv olunmayıb. Azərbaycanda bu problemlər hər zaman olacaq. Azərbaycanda nəsil dəyişikliyi getməyib. Hansı nəsil dəyişiklikdən gedir ki, bugün siyasi partiyaların heç biri müstəqil Azərbaycan Respublikasının qurulduğu 91-ci ildə yetişən insanlar deyirlər. Birini mənə göstərin. Hətta xaricdə yaranan Azərbaycan Xalq Parlamentinin tərkibində bir nəfər də olsun Azərbaycan gəncliyi yoxdur. Azərbaycan parlamentində barmaqla sayılacaq qədər Azərbaycan gəncliyi var. Və orada Yeni Azərbaycan Partiyasından tutmuş digər siyasi partiyaların təmsilçiləri də var. Olsun, yəni siyasi partiyanın ən azından hansı partiya üzvü olmağından asılı olmayaraq, ən azından onlar gənc olsunlar, gənc nəsli təmsil eləsinlər. Cənab Prezidentimiz Qarabağ azad edərkən deyirdi ki, xalqa müraciət edərək deyirdi ki, Prezident seçildiyim 2003-cü ildə yetişən nəsil Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğaldan azad elədi. Mən əvvəllər belə bir stereotip insanlarda eşitirdim ki, güya İlham Əliyevi dəstəkləyənlər yaltaqlardılar, güya müxalifəti dəstəkləyənlər erməni dəyirmanına stökənlər, erməni diasporasına maliyyələşənlərdilər. Belə bir uydurma, bir yalanı insanlara yeridirdilər. Və yaxud da deyirdilər ki, güya İlham Əliyevi dəstəkləyənlər Rusiya işləyənlərdilər və yaxud da müxalifətə xidmət edənlər Rusiya işləyənlərdilər. Xeyr.
İlham Əliyevə dəstək verənlər artıq Rusiya işləyənlər deyil. 10 milyon Azərbaycanlıdır. Necə bunu demək olar ki, İlham Əliyevi xalq seçir? Əlbəttə ki, mən seçirəm. Burada yaşayan hər bir Azərbaycanlı seçir. Və bunu demək olar. Əlbəttə, səmimiyyətlə demək olar. Və bir daha qeyd etmək istəyirəm ki, dostlar, həbslə insanları qorxutmaq, ən ləyaqətsiz, ən şərəfsiz və bu dövlətə nifrət edən insanların sözüdür. Və bizə hədə-qorxu gələn bəzən polis haqqında qanunu pozanlar və yaxud da hansısa formada konstitusiyanı pozanlar, yol hərəkəti pozanlar ifşa olunurlar və onlar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ifşa olunacaqlar. Heç bir narahatçılığa əsası yoxdur. Və bilin ki, bütün dövlət orqanlarına nəzarət edəcək yeganə orqan Dövlət Təhlükəsizlik Xidmətidir ki, biz Dövlət Təhlükəsizlik Xidmətindən çox yüksək səviyyədə qarşılanmışıq, yüksək səviyyədə hörmət olunmuşuq və bizim əqidəmizə görə, bizim dövlətə bağlılığımıza görə heç kim bizim söz azadlığımızı nə boğmağa cəhd ediblər, hətta bizi Baş Polis İdarəsinə çağırarkən belə Azad Kiv səhifəsinin silinməsini biz özlərindən xahiş eləyəndə hətta bizə dedilər ki, biz silmək fikrimiz yoxdur. Ona görə ki, siz demokratik yanaşırsınız və demokratik baxırsınız. Sadəcə siz bu səhifənizi niyə idarə edirsiniz? Nə məqsədlə bu səhifəni fəaliyyətə başladırsınız? Mən sadəcə dedim ki, bu Azərbaycan cəmiyyətinin gerçəkliklərini göstərir. Gerçəkliklər odur ki, bizim cəmiyyətimiz demokratik şuura sahib deyil. 70 illik demokratik şuura sahib olmayıb. Müstəmləkə şuuruna sahib olub. Bugün də müstəmləkə şuurunu cəmiyyətə yeritməklə məşğuldular. Əgər Azərbaycanda CBC kanalı, Baku TV kanalı, APA TV kanalının rus dilində yayınladığına görə Teleradio Şurası, yəni Audiovizual Şura tərəfindən bağlanması ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə söykənərək bağlanmırsa, demək ki, bizim cəmiyyətimiz 10 milyon Azərbaycan vətəndaşı günahkardır. Mən bunu məsuliyyətlə deyirəm və qətiyyətlə deyirəm, qorxmadan deyirəm. Mənim həbs olunmağımın yalnız bir səbəbi ola bilər. Hər hansı bir formada xarici ölkələrdən qrant alarsamsa, xarici səfirliklərə gedib xarici səfirliklərə müraciət edərəmsə, vətəndaşlıqdan çıxmaq haqqında müraciət edərəmsə, korrupsiya yolu ilə varlanaramsa, o zaman mən yol hərəkəti qaydalarını pozaramsa və hər hansı bir vətəndaşın şərəf ləyaqətinə toxunaramsa, o zaman həbs olunaram. O zaman mənim barəmdə cinayət şəxslər və mənim həbsimlə bağlı sərəncam verə bilər. Mən heç bir dövlət məmuru haqqında vəzifədə olarkən güldən ağır söz deməmişəm. Çünki bu mənə o haqqı vermir. Əksinə onun vəzifədə qalması üçün mümkün olan məsələ rüşvət almaması, korrupsiya ilə məşğul olmaması, villaların almamasını çalışaram. Və hesab edirəm ki, hansısa dezinformasiyaları yayan, heç bir sübuta, dəlilə əsaslanmayan, icra hakimiyyətini təsdiqləmədiyi, nazirin təsdiqləmədiyi, prezidentin təsdiqləmədiyi informasiyanı yaymaq vətənə və dövlətə xəyanət, dövlət sirlərimizin və hərbi sirlərimizin ifşası sayılacaq. Və mən hesab edirəm ki, hər biriniz həqiqətləri çox yaxşı bilirsiniz və həqiqətləri deməkdən qorxmayın. Və kiminsə həbslə hədələmək, kimsə həbslə olunacaqsınız, siz bu sözlərə görə cavab verəcəksiniz. Bilirsiniz, mən dövlət əleyhinə hər hansı bir informasiya yaymamışam. Əksinə yayanlara mən səslənirəm ki, verməyin bunu. Siz Rusiyanın Azərbaycanla barışdığını vermək vətənə xəyanət deyilmi? Siz Rusiyanın reputasiyasını mı düşünürsünüz? Rusiyanın Azərbaycanla barışmasına mı nail olmaq istəyirsiniz? Niyə barışmalıdır Rusiya Azərbaycanla? Çünki 91-ci ildə Rusiyanın tərkibindən azad olmuş. Niyə barışsın ki? Rusiya Azərbaycan ərazisində Ermənistan dövlətini qurub, Gürcüstan dövlətini qurub, İran dövlətini qurub. Niyə barışmalıdır ki? Niyə Azərbaycanın müstəqilliyi ilə barışmalıdır ki?
Bəli, ona görə o şərtlə barışmalıdır ki, Azərbaycanda korrupsiya olsun, seçki saxtakarlığı olsun, siyasi məhbusların sayı artsın, Azərbaycanın neft tankerlərinə sanksiyalar qoyulsun. Rusiya o şərtlərlə barışar. Siz bunu mu aşılamaq istəyirsiniz insanlara? Mən hesab edirəm ki, bu fikirlə, bu şuurla dövlətçiliyi müdafiə eləmək olmaz. Və mən hesab edirəm ki, hər bir vicdanlı vətəndaş sağlam əqidədə, sağlam şuurda olmalıdır. Bəzən görürəm ki, insanlar ruhu xəstə kimi aparırlar özlərini. İctimai yerdə xuliqan kimi aparırlar, tərbiyəsiz kimi aparırlar, Azərbaycan dilini bilmirlər, Azərbaycan dilini öyrənmirlər. Yəni, avtobusda, ictimai nəqliyyatda özlərini elə tərbiyəsiz aparırlar ki, vallah, bu insanlara nifrət edirsən. Amma mən əminliklə deyirəm ki, yaxın günlərdə görəcəksiniz ki, Azərbaycanda bir nəfər də olsun icra başçısı rüşvət almağa imkan olmayacaq. Biz artıq bu demokratik mühiti, hüquqi mühiti yaratmağa artıq yavaş-yavaş nail olmağa çalışırıq. Nail olacaq. Azərbaycanda hakimiyyət dəyişikliyini yalnız xalq edə bilər. İlham Əliyevə səs verənlər edə bilər. İlham Əliyevə dəstəkləyənlər edə bilər. Əgər xalq İlham Əliyevdən razıdırsa, İlham Əliyevə 5 dəfə səs veribsə, niyə İlham Əliyevin hakimiyyətdən getməsini istəsin? İlham Əliyev xalqın etimadını və xalqın bilirsiniz ki, konstitusiyaya görə yeni qəbul olunan konstitusiyaya əlavə dəyişikliyə görə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb. Yəni İlham Əliyev 7 ildən sonra əgər ona rəqib olan namizədlərin hər hansı bir səsinin say etibarilə az olsa, yəni 98%-dən daha az səs toplasa, xalqın az səsini toplasa, əlbəttə İlham Əliyev istefa verə bilər. İlham Əliyevin səhhətində Allah eləməsin, nəsə problem yaransa, əlbəttə ki, vitse-prezident əvəz eləyə bilər. Amma mən heç kimə bu məsələləri, bu cür bəd informasiyaları yayılmasının məqsədə uyğun hesab eləmirəm. Allah prezidentimizi qorusun və Allah prezidentimizin canını sağ eləsin və onun uzun ömür can sağlığı arzulayıram və hesab edirəm ki, bizim sərbəst şəkildə, azad şəkildə fikirlərimizi bildirə biliriksə və sərbəst şəkildə məhkəmə iclaslarına gələ biliriksə, sərbəst şəkildə öz vətənimizi, öz hüquqlarımızı qoruya biliriksə, əlbəttə prezidentimizə böyük mənada borcluyuq. Və hesab edirəm ki, biz istədiyimiz formada, istədiyimiz mövzuda fikirlərimizi sərbəst ifadə edə bilirik. Nə olsun ki, bizi xalq parlamentinə buraxmırlar? Nə olsun ki, bizim hər hansı bir dövlət orqanlarında təmsil edə bilmirik? Nə olsun ki, bizim bəzi hallarda dövlət televiziyalarına ekspert kimi dəvət eləmirlər? Nə olsun ki? Amma mən hesab edirəm ki, dövlət televiziyalarında da çıxış etmişik, dövlət televiziyalarına müsahibə vermişik, dövlət televiziyaların mütərəqqi layihələrində iştirak eləmişik, biz bundan qürur duyuruq və biz prezidentimizlə də qürur duyuruq və Allah prezidentimizə möhkəm can sağlığı arzulayıram və inanıram ki, prezidentimiz bundan sonra da ən azından bilirsiniz ki, konstitusiyaya görə 2024-də bilirsiniz ki, prezident seçilmişdi 5-ci dəfə və onun prezidentlik müddəti 2031-ci ilə qədər davam edəcək və 2031-ci ilə qədər ömür yetərsə, prezidentlik müddəti davam edəcək. Ona görə biriləri şayə yayır ki, güya ölkə prezidenti Bodrum şəhərindədir. Halbuki Bodrum şəhərində deyil. Bodrum şəhərində olması ilə bağlı heç bir dövlət təhlükəsizlik xidmətinin, Daxili İşlər Nazirliyinin, prezident administrasiyasının elə bir informasiyası da yoxdur və bu informasiyanın yayılmadığına görə bu informasiyanın dəqiqliyi sübuta yetirilməyib və mən hesab edirəm ki, Milli İstihbarat Təşkilatı da bu barədə bizə məlumat ötürüb ki, belə bir informasiya yalandır və ümumiyyətlə bu informasiyanı hansı mənbələrdən istinad edən yayırlar. Heç olmasa bu istinadları bizə versinlər. Azad Söz Telekanalı və digərləri heç olmasa bizim kimi hər hansı bir informasiya mənbəsini bizə açıqlasınlar və biz də bilək ki, bu informasiya həqiqətən ələ çatandır. Yox, ələ çatılmayan informasiyanı yaymaq. Tutaq ki, Bodrum şəhərinə gedib. Bodrum şəhəri bizə qardaş Türkiyə Cumhuriyyətinə məxsusdur. Yəni, Türkiyə Cumhuriyyəti bizə qardaş dövlətdir.
Yəni prezident də vətəndaşdır. Vətəndaş istirahət də edə bilər, gəzə də bilər, seçkiyə də gedə bilər, vətəndaşla gəzə də bilər, vətəndaşla görüşə də bilər seçici olaraq. Onun konstitusiyon hüququdur. Yəni İlham Əliyev hərbiçi deyil axı. İlham Əliyev politoloq, vaxtilə politoloqla məşğul olan, silahlı qüvvələrin ali baş komandanı olan bir şəxsdir. Ona görə də dostlar, bilirsiniz, İlham Əliyev haqqında bir nifrət yaratmaq istəyən insanlar bunu yarada bilmirlər. Çünki İlham Əliyev onlardan qat-qat savadlı, çox dil bilən bir peşəkar siyasətçidir və öz peşəsini mükəmməl bilən siyasətçidir və onun əlbəttə ki, fəaliyyəti məhsuldardır və hamımız tərəfindən təqdir olunur və təqdir olunmasaydı bu ilə qədər Azərbaycan Respublikasının prezidenti seçilməzdi. Bir daha hər birinizə təşəkkür edirəm diqqətlə dinlədiyinizə görə və qarşıdan gələn bilirsiniz ki, mühüm günlər gəlir. Sentyabrın 15-i Azərbaycanın Xalq Cümhuriyyətinin silahlı qüvvələrinin, Osmanlı İmperiyasının silahlı qüvvələrinin Qafqaz İslam Ordusunun Bakının qurtarıldığı gündür. Bu münasibətlə bütün şəhidlərimizi ürəkdən başsağlığı diləyirəm və zəfər günümüz, Bakının qurtuluş günü münasibətilə xalqımızı, Türk dünyasını təbrik edirəm. Tanrı Türk qorusun deyirəm.